Paulun Timoteyə 1-ci məktubu. Timoteyə 1-ci məktub. 1-ci fəsil. Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsa'nın əmrinə görə, Məsih İsa'nın həvarisi mən Pauldan, imanda mənə əsl oğlu olan Timoteyə salam. Ata Allahdan və Rəbbimiz Məsih İsa'dan sənə lütf, mərhəmət və sülh olsun. Yanlış təlimlərdən çəkinin. Makedoniyaya gedərkən mən səndən xahiş elədim ki, Efesdə qal və bəzi insanlara əmr elə ki, yad təlim yaymasınlar. Əfsanə və bitməz, tükənməz, nəsil şəcərələri ilə məşğul olmasınlar. Çünki bu şeylər Allahın niyyətinin imanla yerinə yetməsi üçün faydalı deyil. Əksinə, boş mübahisələrə səbəb ola bilər. Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir. Bəzi adamlarsa bunlardan azaraq boşboğazlığa qapıldılar. Qanun müəllimi olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də üstündə durduqları mövzuları anlayırlar. Biz bilirik ki, kimsə qanundan qanuni şəkildə istifadə eləyərsə, qanun yaxşıdır. Bunu da bilirik ki, qanun salih üçün deyil, qanunsuzlar və itayətsizlər, Allahsızlarla günahkarlar, müqəddəs olmayanlar və Allahla əlaqəsi olmayanlar, ata və analarını öldürənlər, qatillər, əxlaqsızlar, kişibazlar, adam oğruları, yalançılar, andı pozanlar və sağlam təlimə zidd olan bütün başqaları üçün qoyulmuşdu. Bəxtiyarlıq mənbəyi olan Allahın mənə əmanət elədiyi izzətli müjdəyə görə bu belədir. Allah mərhəmətlidir. Mənə qüvvət verən Rəbbimiz Məsih İsa'ya şükür eləyirəm ki, məni sadiq sayıb öz xidmətinə təyin elədi. Əvvəllər ona küfr eləyən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki neynədimsə cahillik və imansızlıq üzündən elədim. Amma Rəbbimizin lütfü Məsih İsa'da olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi. Məsih İsa günahkarları xilas eləmək üçün dünyaya gəldi. Bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm. Lakin ən betəri olduğum halda mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona görə ki, gələcəkdə ona iman eləyib əbədi həyata malik olanlara mən nümunə olum. Əsrlərin padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun. Amin. Oğlum Timotey, əvvəlcədən sənin haqqında söylənən peyğəmbərlik sözlərinə əsasən bu əmri sənə həvalə eləyirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə aparasan. İmana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanını rədd eləyərək imanlarını qəzaya uğrayan gəmi kimi batırdılar. Himeney və İskəndər də onlardandır. Küfr eləməməyi öyrənsinlər deyə onları şeytana təslim elədim.